Salam. Sürünərək məşhurlaşmağa çalışan YouTube səhifəmə xoş gəlmisiniz. Bu gün əslində Koreyşünaslıq, bir də Koreya dil tərcüməsini müqayisə eləmək üçün belə bir YouTube videosu çəkmək istirdim, amma ki, nəzərin gəlmədiyinə görə sadəcə Koreyşünaslıq üzrə çəkəcəm ki, bilən biri ilə görüşün və suallarınıza cavab olaraq da cavablasın. Buyur özünə. 소개해 주세요. Ne? Salam hər kəsə. Mən Nigar. Bakı Dövlət Universitetində 2-ci kurs tələbəsiyəm. Koreya regionşünaslığı üzrə təhsil alıram. 19 yaşım var. 2018-dən bəri demək olar ki, Koreya mədəniyyəti ilə maraqlanıram. Bu qədər edək. Koreya şünaslıq məncə bir də Koreya dil tərcüməsi bir-birindən fərqlənir çətinlik səviyyəsinə görə. Səncə bu ixtisasın çətinlik səviyyəsi 10 üzərindən neçə olar? Mənə görə 9-dur. Nəyə görə? Həmişə deyirəm. Bizim fakültə, universitetin digər fakültələrinə xəbərim yoxdur, amma ən azı bizim fakültə üçün tam əminliklə deyə bilərəm ki, oxumalısınız. Yəni yola verim, gəlim universitetdir, oxumayım. Deyirlər, məktəbi qutar, universitetdə rahat olacaq. Elə bir şey yoxdur. Burada da oxumalısınız qabağa getmək üçün və qiymətlər havaydan gəlməyəcək. Ya müəllimlər var ki, güzəşt eləyirlər həqiqətən, amma onun əksi müəllimləri də var. O biraz müəllimlərdən asılı bir şeydir və məncə bizim ixtisasın genel olaraq, ümumi olaraq ikinci kursu biraz çətin bir kursdur. Amma birinci kurs rahat keçmişdi. Yəni mən birinci kursda bu qədər oxuduğumu xatırlamıram. Bu qədər oxusam əlaçı olardı. Yəni 3-4 məncə daha axarında daha yüngül gedəcək. Demək istəyir ki, oxumalısınız, başqa çarəniz yoxdur, oxuyun. Boş-boşuna gəlmisiniz universitetə. İndi isə ikinci suala gələk. İxtisas abituriyent, daha doğrusu tələbəni nə dərəcə tatmin eləyir ixtisasını öyrənmək üçün? Bizim şərqşünaslıq fakültəsi qeyd edək. Şərqşünaslıq fakültəsinin sinifləri ya da necə yarandığı haqqında məlumat almaq istəsəz, Instagram səhifəmdə var. Instagram səhifəmi bura qoyarsın. Hə, orada da çəkmişəm. Çox maraqlıdır otaqlar. Bizim üçün kitablar var xüsusi olaraq gətiriblər, hansı ki, bizim universitet Çin, Yaponiya, Koreya bir çox ölkə ilə əməkdaşlığı var deyə onların sayəsində bir çox material var bizdə, amma bəzi material bizə lazım olan materialları biraz əldə edirik. Biraz çətinlik var fənlərin kitablarında filan. Onlar da amma necə deyək, sonbələrimizdən götürürük ya da müəllimlər PDF tapırlar, atırlar ya da başqa mənbələrdən. O biraz bizə çətinlik yaradır. Nə yalan deyim. Məsələn, Koreya tarixinin heç kitabı yoxdur da. Biz qeydlərlə özümüz bir təhər yəni öyrənirik. Müəllimimiz sağ olsun. Amma texnologiya baxımından, yəni hər şey, yəni istilik olsun, bizim proyektorumuz olsun, yəni hər şeydən çox yaxşı dərəcədə təmin olunubdur və siniflər çox maraqlıdır. Pakistan, İran, İsrail, Çin, Yaponiya, Koreya, Türk otaqları var. Həqiqətən, yəni bizim məncə korpus çox şanslı bir korpusdur. Sonra növbəti sual. Səncə abituriyent, indi sən abituriyent olmusan da daha yaxşı bilərsən. Abituriyentlərə bu ixtisası tövsiyə edərsənmi? Bəli, məsləhət görürəm, seve-seve məsləhət görürəm. Şəxsən mən bu ixtisası araşdıranda yetərli məlumat yox idi. Həqiqətən. Məsələn, tərcüməçilikdən var idi, Nəzir Sonbəyə görə, amma regionşünaslıqda yox idi. Müəllim yox idi və elə soruşanda da bilmirdik tam olaraq ki, nə ixtisas, nə xidmət edir. Hamının da ilk verdiyi sual təbii ki, Azərbaycanda yaşayan bir gənc olaraq dedilər, bunu qurtarıb nə işləyəcəksən? Mən onu deyim ki, sizə, mən abituriyent vaxtı bu 3-cü qrupda olur da, biraz ballar qalxır, getdikcə yavaş-yavaş. Çünki bu ixtisasların, necə deyək, prestiji artır. Ona görə belədir. Mən abituriyent olanda tam bu ixtisasa girim deyə bir fikir yox idi ağlımda. Sadəcə alt qrup olaraq verirdik. Beynəlxalq münasibətlər var idi, bir də regionşünaslıq var idi. Dediyim kimi, regionşünaslığın nə olduğu barəsində bir fikrimiz yox idi da. Sonra balıma uyğun mən bildim ki, yəni bu ixtisasa qəbul olacağam və həqiqətən də istəyirdim. Çünki maraqlanıram. Mənə yad olan bir mədəniyyət deyil, ölkə deyil. Kimə də desəm onlar da deyir ki, yəni hə, sən həqiqətən də yəni bu ixtisas sıxsan da heç kim şoku düşmürdü da. Yəni elə var ki, deyəcək, Koreya oxuyuram, Yaponiya, nə bilim Çin şoka düşərlər. Məndə elə olmamışdı. Və daxil olanda da biz Koreya dövlətini hər tərəfli öyrənirik.
dilini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını, siyasətini hər tərəfli öyrənirik və Koreyadan başqa təbii ki, qeyri-ixtisas fənlər keçirik. İlk kursda multikulturalizm, Azərbaycan tarixi kimi fənlər, hətta adiyyat da var, yəni Azərbaycan dili. Onları keçirdik. Bu qədər. Demək istəyir ki, yəni qısaca mən deyim. Sən bu 4 il oxu hər şeyini Koreyanı, sonra get Koreydə 5 illik vətəndaşlıq al. Çünki vətəndaşlıq alanda həqiqətən hər şey sual verir. Yəni öyrəndiyin hər şey onun içində olacaq deyək. Belə demək, Koreyşünaslıqla bağlı məncə abituriyentlərin əksəriyyəti istədiyi sualları cavab almışdır məncə. Yəni ki, qəbul olanda ixtisas necədir, çətinliyi necədir, nə bilim təmin olunurmu falan filan. İşte bunları məncə sualına hamısına cavab. Hə, yenə də sual vermək istəsəniz, kommentlərdə yazarsınız. Nicar bu arada Koreyşünaslıq qrupunda o qədər var ki, nicarlar. Tanıdığım nicarlar. Yazsaz, bildiyimə mən cavab verəcəm, bilmədiyimə sən Nəzri nə idi, saçdım, nicarlılar. Özü olmasa da Akılımızda, hə. Sizə cavab verəcək. Çox təşəkkür edirəm video baxdığınız üçün. Ümid edirəm axıra qədər baxmışsınızdır. Çoxluq emoji qoyduq. Həmişə elə deyirlər. Deyirəm axıra qədər baxmışsınızdır. Suallara cavab olaraq da hamısını izləyərsiniz. Belə yəni ki, təşəkkür edirəm baxdığınız üçün. Like eləməyi və abunə olmağı sürünərək xahiş edirəm. Populyar olmağıma kömək edin. Təşəkkür edirəm. Kamsahamnida.